Deməyin, Qədirxan bayramını qeyd etmək müstəhəbdir. Olsa da olar, olmasa da. Ayətullah Hayri Şirazi, bacardığınız qədər Qədirxan bayramındakı adətlərinizə ciddi yanaşın. Deməyin ki, müstəhəbdir, oldu, olmadı, olmadı. Bu adətlər elə vaciblərin vacibidir. Niyə? Çünki bu adətlər bizim şiyələrin şəxsiyyət vəsiqəsidir. Atalar elə bir məhəbbətlə Qədirxan bayramına hörmət göstərsinlər ki, uşaqlar 1 ay, 2 ay əvvəldən bu bayramı səbirsizliklə gözləsinlər. Hətta lazım olsa borc alın və uşaqlara yaxşı bir bayram hədiyyəsi verin. Nə qədər ki, Əli əleyhissalama sevginiz var, o qədər hədiyyə verin. Deməyin, yenə mən nəsə xərc çəkməliyəm. Yox, borclanacaqsansa qoy olsun. Onsuz da başqa işlər üçün borc alırsan. Bir dəfə də Həzrəti Əli əleyhissalam üçün borclan. Xristiyanlar Santa Claus düzəldirlər və uşaqlarına deyirlər, o sənin üçün hədiyyə gətirib. Məsih əleyhissalam bu hədiyyələri sənin üçün göndərib. Uşaq da ilk gündən İsa əleyhissalam ilə tanış olur, dostluq qurur. İndi görün siz nə edəcəksiniz? Bu da Qədirxan bayramı sizin öhdənizdədir.